Salam, hər vaxtınız xeyir olsun. Zaman yayımlarının 3-cü siniflər üçün təşkil etdiyi ödənişsiz qış tətili tapşırıqlarının izahını verirəm. Deməli, başlayaq. Mətni oxuyun və 1-ci və 7-ci sualları cavablandırın. 1-dən 7-yə qədər olan sualları. Söyüd ağacı. Söyüd ağacı təbiətdə ən zərif və tanınan ağaclardan biridir. Onun uzun, sallanan budaqları və nazik yaşıl yarpaqları su kənarlarına xüsusi gözəllik qatır. Söyüdün latınca adı salixdir və bu cinsə aid dünya üzrə 400-dən artıq növ mövcuddur. Bu ağac əsasən rütubətli mühiti sevir. Buna görə də daha çox çay, göl, bataqlıq kənarlarında rast gəlinir. Köklərinin suyu güclü şəkildə çəkə bilməsi və torpağı möhkəmləndirməsi səbəbindən eroziyanın qarşısını almaqda xüsusi rolu var. Söyüd ağacının budaqları elastik olur. Buna görə də tarixən səbət və müxtəlif məişət əşyalarının toxunmasında istifadə edilib. Söyüd ağacının kölgəsində quzular yatırdı. Yaz aylarında ağacda pişici adlanan xırda çiçəklər açır və bu çiçəklər arılar üçün vacib nektar mənbəyinə çevrilir. Söyüd ağacının qabığından salisin adlı təbii maddə mövcuddur. Bu maddə qədim təbabətdə ağrı kəsici kimi işlədilmiş və sonralar aspirin dərmanının yaranmasına səbəb olmuşdur. Söyüd ağacı həm də mədəniyyət və incəsənətdə xüsusi yer tutur. O çox vaxt zərifliyi, sakitliyi və bəzən də kədəri simvolizə edir. Şair və rəssamlar üçün ilham mənbəyi olan bu ağac insanların təbiətlə bağlı duyğularını incə bir şəkildə ifadə edir. Ümumiyyətlə, söyüd ağacı həm ekoloji əhəmiyyəti, həm də estetik gözəlliyi ilə təbiətin xüsusi yaradışlarından biridir. Birinci sual. Deyir, söyüd ağacı haqqında verilmiş fikirlərdən hansı yanlışdır? Kökləri dərinlərə gedərək eroziyanın qarşısını alır, estetik gözəlliyə malikdir, dərman vasitəsinin yaranmasında rol oynamışdır, çiçək aça bilmir. Yanlış olan D variantıdır. Hətta orada çiçək açırdı və bu da arılar üçün əsas nektar rolunu oynayırdı. Söyüd ağacı hansı təbii mühitdə yaşamağı sevir? Tropik, isti, quraq və rütubətli. D variantı rütubətli uşaqlar. Yəni orada oxuyanda da bayaq qeyd etdik ki, rütubətli. Bir dəqiqə mən niyə qələmi açmıram? Yəni dedik ki, birinci sualda D variantıdır. İkinci sualda dedik ki, rütubətli yerdə yaşamağı sevir. Üçüncü sual, söyüd sözünün fonetik təhlili ilə bağlı verilmiş fikirlərdən hansı səhvdir? Demişik, fonetik təhlildə tələffüzə görə söyüd, səslər tələffüzə görə aparılır. Daha doğrusu T uşaqlar. Bütün saitlər dodaqlanır, düzdür. Bir kar, 2 cingiltili samit işləmişdir. Baxın, S, T. 2 dənə kardır, bir dənə cingiltilidir. 2 ecədən ibarətdir, düzdür. Ahəng qanuna tabidir, düzdür. Səhv olan hansı variantdır? B variantı. Dördüncü sual. Altından xətt çəkilmiş sözün əks mənalı qarşılığı hansı sözdür? Baxaq görək altından xətt çəkilən söz hansıdır? Təbii maddə mövcuddur. Təbii sözünün əks mənası, yəni əlbəttə ki, suni. Yəni C variantı. Nömrələnmiş cümlədən biri mətn məzmununa səsləşmir. Aşağılar, bayaq mən oxuyanda burada görürsünüz, deyir ki, quzular söyüd ağacının altında yatırdı. Bu bir elmi mətndir. Elmi mətndir və hətta burada bir bədii, hekayə, nağıl falan heç bir şey yoxdur. Bax, bu 3-cü cümlə mətnin məzmunu ilə səsləşmir. Yəni 3-cü cümlə mətnin məzmunu ilə səsləşməyən cümlədir. Sonra 6-cı sual. Söyüd ağacının xüsusiyyətləri sırasında sadalaya bilmərik. Çay və göl kənarlarında bitir, düzdür. Bütün iqlim mühitinə uyğunlaşa bilir. Budaqlar uzun və elastikdir, düzdür. Budaqlarına xalçaçıqda istifadə olunur, düzdür. B variantı. Bütün iqlim mühitində uyğunlaşa bilmir. Rütubətli mühitlərdə olur. Azərbaycanda söyüdün 14 növü geniş yayılmışdır cümləsi mətnin hansı hissəsinə əlavə edilə bilər? Burada bir yer var idi. Deyir ki, onun 400-dən çox növü var. Baxın, deyir salixdir və bu cinsə aid dünya üzrə 400-dən artıq növü mövcuddur. Yaza bilərsən ki, bura Azərbaycanda, daha sonra da belə davamlı gətirə bilərsən. Yəni, çünki həmin ondan əvvəlki cümlədə də növlərindən danışır da. Elə yəni, hansı variantdır? Kub işarəsi, kvadrat işarəsi olan cümləyə yazmaq olar. Sonra, göbələklə qurdun nağılı. Oxuyaq.
Meşənin kənarında göbələk bitmişdi. Ağappaq, gözəl və şux qamətli göbələk görənləri heyran edirdi. O çox xeyirxah idi. Heç nəyə zərər yetirməz, lazım olanda köməyini əsirgəməzdi. Bir dəfə axşamdan külək əsdi, hava soyudu. Biraz keçmiş yağış yağmağa başladı. Göbələyin gözü birdən torpağın üstündə güclə hərəkət edən, yağışdan ıslanmış xırdaca bir qurda sataşdı. Göbələyin qəlbi sızladı. Islanmış qurd dərhal xilas olmasa ölə bilərdi. O özünü köməksiz, tənha qurda tutub, "Balaca, görürəm üşüyürsən. Gəl bu gecə mənim qonağım ol. Səni papaqcığımın altında, qucağımda sabaha kimi saxlayaram. Səhər açılar, gedərsən." Qurd sevinclə, "Nə gözəl göbələksən. Səsin gələndə elə bildim anamsan." dedi və göbələyin gövdəsindən yuxarıya doğru irəliləməyə başladı. Birazdan artıq o göbələyin papaqlığında özünə yerləmişdi. Qurd yumşaq, isti yerdə əvvəlcə mürgülədi, sonra da şirin yuxuya getdi. Səhər açıldı, günəş şəfəqlərini saçdı, yer-göy nura boyandı. Günəşin hərarətindən nəsə uşaqlar çıxdı, oradan davam eləyək. Günəşin hərarətindən əvvəlcə göbələk istiləndi. Sonra bu hərarəti qurd hiss elədi. Yuxudan ayıldı. Yaxşıca dincəlmişdi, rahatlanmışdı, amma yamanca acımışdı. Əvvəlcə göbələyin ipək kimi yumşaq, zərif sinəsindən bir dişləm götürdü. Necə də dadlıdır. Sonra ikinci, üçüncü dişləm. Qurd yavaş-yavaş şişir, böyüyür, göbələk sarıqları zəiflərdi. Nəhayət o qurdu qovmaq istədi. Qurd hırıldaya-hırıldaya, "Qovulmalı sənsən, kaftar qoca." Göbələk qəzəbindən elə sirkələndi ki, yerindən qopub yıxıldı və başı daşa dəydi. Bu anda göbələk sanki ayıldı. Qurda qoynunda yer verdiyinə görə peşman oldu. Lakin çox gec idi. Göbələyin əlamətləri sırasında verilə bilməz. Gözəl idi, bəli, şux qamətli idi, bəli, ağappaq idi, bəli, amma xallı haqqında heç bir əlamət verilməyib. Qurd göbələyi səsindən kimə bənzətdi? Deyir ki, anama bənzədin. Yəni, A variantı. Qəşəng, maraqlı mətindir. Yəni, tərbiyəvi əhəmiyyəti böyükdür. Hadisənin ardıcıllığını müəyyən edin. Qurd göbələkdən bir dişləm alır, göbələk qurdu səsləyir, göbələk peşman olur, yağış yağmağa. Birinci yağış yağmağa başlayır. Göbələk qurdu səsləyir, çünki yazığı gəlir. Sonra qurd göbələkdən bir dişləm alır, sonra da 4, 2, 1, 3. Yəni, uşaqlar B variantı. Mətn məzmununa aidtar sözü hansıdır? Yaxşılıq, yaxşılıq gətirər. Yazığın başına yaxşılıq gəlmədi. Yaxşılıq yolda qalmaz. Yaxşılıq düşməni də adama dost edər. Yaxşılıq bilməyən yamanlıqdan qalmaz. Yəni D variantı. İşarələnmiş sözlərin hansının əks mənalı qarşılığı yoxdur? Baxaq. Səhər, axşam. Şirin, acı. Yaxşı, pis. Amma gövdə sözünün əks mənası yoxdur. Gövdə də olan ürəyin qabağındaydı da. Nə deyir? Hə, göbələyin gövdəsi. Gövdənin əks mənası yoxdur axı. Yəni ürək olan işarə. Buradakı sözün mənası, əks mənası qarşılığı yoxdur. Sonra hansı bəd yoğunluq gözlənmişdir? Göbələk xeyirxah idi, qurd, bağıl, xəssiz, kövrək, xeyir. Xeyirxah, saydılıb, xeyir, qorxaq, cəsur, xeyir. Elə variantı. Xeyirxah göbələyin xüsusiyyəti idi, paxıl da qurdun. Mətndə hansı sual cavab tapmaq olmaz? Qurd nə üçün göbələyə dişlədi? Acı idi. Göbələk qurdu niyə çağırdı? Yazığı gəldi. Hadisə nə zaman baş verdi? Yağış yağanda. Göbələyi kim xilas etdi? Heç kim. Mətn sonuncu uyğun, istəsəniz mətn sonuna uyğun cümlə yaza bilərsiniz. Orada deyir ki, artıq başı daşa dəyəndən sonra anlayır ki, onu gərək qucağına, qoynuna almazdı. Amma artıq çox gec idi. Çünki artıq onu yeyib bitirmişdi. Zəifləmişdi. Yəni, istədiyiniz cümləni mətnə uyğun yaza bilərsiniz. 16-cı sual. Verilmiş ədədlərdən hansının onluq mərtəbə qiyməti 90-a bərabərdir? Baxın, bunun onluğunda 1 var, yəni 10'dur. Bunun onluğunda yenə 1 var, yəni 10'dur. Bunun onluğunda 9 var, yəni 90'dır. Bunun onluğunda 7 var, yəni onluq mərtəbə qiyməti 70'dir. Doğru cavab C variantıdır. Ədədində mərtəbə vaidlərin sayının cəmi 24'ə bərabərdir. Bu ədəd neçədir? Baxın, 7 üstə gəl 8, 15, 9 da gələndə elə 24 A variantı.
13 üstə 9 22 olmur. 7 7 14 9 üstə gələn 23 olmur. 9 10 23 olmur. Deyir yanlış variantı müəyyən edin. 476-da 4 yüzlük, 6 onluq, 7 təklik. Baxın, burada 4 dənə yüzlüyümüz 400, 6 onluq 60. Bax, bunların bu mərtəbə qiymətlərini açışı şəklində verdiyi 467-dir. Amma bizə 476 lazımdır. Elə yanlış olan hansı variantdır? A variantı. Sonraki variantlarda baxın, 9 yüzlük, 1 onluq 8 təhlik 918 edir. 6 yüzlük, 9 onluq 3 təhlik 693 edir. 7 yüzlük 64 təhlik, o da 764 edir. Yəni, sonraki variantlar da doğrudur. Deyir, verilmiş ədədlərdən hansına uyğun cavab yoxdur. Baxın, təkliklərinin sayı onluqların sayından 5% böyükdür. Baxaq, bunun onluğu 4-dür, təkliyi 7-dir. Amma 3% böyükdür. Bunun onluğu 6-dır, təkliyi 2-dir. 6-dan 2 çıxanda 4. Yəni, təkliyi onluğundan 4% kiçikdir. Amma bizə təkliklərinin sayı onluqların sayından 5% böyükdür olsun. Burada yenə 8 təhlikdir, 3 onluqdur. Bəli, 8-dən də 3 çıxanda 5 qalır. Yəni, 638 birinci şərti ödədi. 5 rəqəminin mərtəbə qiyməti 500-dür. Burada da elə baxırıq ki, 562. İkinci şərti 562 ödəyir. 4 onluğu, 7 təkliyi, 3 yüzlüyü var. Yəni 347. Buna da var. Deməli 638-ə də var, 347-yə də var, amma 461-ə yoxdur. Yəni doğru cavab D variantıdır. Hansı variantda ədədlər azalan sıra ilə düzülüb? Yəni uşaqlar, azalan sıra birisi də böyükdən kiçiyə doğru. 912, 915 gəlib. Xeyr, bu elə düzgün deyil. 631, 548, 214, 210. Elə B variantı. Yəni böyükdən, daha doğrusu böyükdən kiçiyə doğru gedib. 397, 398 bu artan sıradır. 783, 764, 728, 827. Burada da uyğunluq pozulub. 21-ci sual ədədlərdən neçəsini onluqlara qədər yuvarlaqlaşdırsa 370 alınır. Heç sən uşaqlar, ərinmədən hər birini yuvarlaqlaşdırırıq. Onluğa qədər yuvarlaqlaşdıqda yanındakı mərtəbəyə baxırıq. 5 və 5-dən kiçikdirsə, daha doğrusu 5-dən kiçikdirsə 0, 1, 2, 3, 4 olduğu kimi qalır. 5 və 5-dən böyükdürsə 6, 7, 8, 9-dursa, həmin mərtəbə bir vahid artır. Bu yenə 370 qalır. 365-də 6-ın yanındakı 5-dir. Ona görə bir vahid artır, 370 olur. Burada 7-nin yanındakı mərtəbə qiyməti, mərtəbə baxırıq 6-dır. Bu 380 olur, lazım deyil. Bu yenə 4-dür. Yanındakı 8, 5-dən böyükdür, 350 olacaq. Burada yenə 6-dır. Yanındakı 2-dir. 5-dən kiçikdir deyil, mərtəbəsi dəyişmir, elə 360, bu da deyil. 378 yanındakı 5 və 5-dən böyükdür deyil, mərtəbə dəyişir, 380 olur. Burada yanındakı 8, 5-dən böyükdür deyə bu bir vahid artdı, 7 oldu, yəni 370. Neçəsi 370 olur? 3 dənəsi, yəni C variantı. Deyir 254 ədədinin yüzlük mərtəbə vahidlərinin sayını 4 vahid. Baxın, 254-dür. Bunun yüzlüyündə neçə durub? 2. Mərtəbə vahidlərinin sayını 4 vahid. Təkcil mərtəbə vahidlərinin sayı 2 vahid artırsa. Yüzlüyü 2 imiş. 4 vahid artırdım 6. Təkcil mərtəbə vahidlərinin sayı isə 2 vahid artırsaq 4 idi. 2 vahid artırdım 6. Yəni onluğa heç bir şey olmur. Nə oldu? 656. İndi 656 oldu. Əvvəl də 254 idi. Görək nə qədər artıb? 2, 0, 402. 402 vahid artıb. Yəni D variantı. 23-cü sual. Deyir hansı ədəd yazılmalıdır? 33 onluqda yazacaqsan ki 330 təklik var. Bir dəqiqə qələmlə yazmalıdır. Deyərsən ay müəllim 330 mən başa düşmədim. Aşağılar 33 dənə onun 330 edir də, ədədin özü qədər də onun təkliyi var. Yəni 330. 400 təhlikdə neçə yüzlük var deyəndə, yüzün arxasında 2 dənə 0 var deyə ikisini silirsən, yəni 4 yüzlük. 40 onluqda da yenə 40 dənə onun neçə edir? 400. 400-ün özü qədər də təkliyi var. Burada yazırsan 400. Yəni 330, 4 və 400. Hansı variantdır? A variantı.
Sonra variantlardakı hansı ədəd 950 ədədinə bərabərdir? Baxın, 720, 24 onluq, 24-dən 10 neçə edir? 240. 7-dən 100-ü neçə edir? 700. 700 üzərinə 240 gələn neçə elədi? 940. Bizə 950 lazımdır. Lazım deyil. 800-ü 15 onluğun 150 edəcək. 800 də burada var. 950 elə hansıdır? B variantı. Burada 900-ün 900, 50 onluğun 500. Yəni bu 1400 eləyir. Lazım deyil. 800-ün 800, 50 onluğun 500. Bu da 1300 eləyir. Bu da lazım deyil. Yəni doğru cavab B variantı. Aha, Turanın 2 ədəd 100 manatlığı var. Yəni 200. 3 ədəd 50 manatlığı var. Yəni 3 dəfə 50, 150. Və babası ona 2 ədəd 10 manatlıq verdi. Yəni 2 dəfə də 10, 20. Nə qədər elədi? 7, 370 manat. Sonra 26-cı sual deyir, onluqlara qədər yuvarlaqlaşdırdıqda 590 alınan ən böyük və ən kiçik ədədi müəyyən edin. Baxın, bunun bir qaydası vardır. Əgər onluqlara qədər ən böyük ədəd istəyirsə, üzərinə 5 gəlirsən, daha doğrusu uşaqlar 4 gəlirsən, bir dəqiqə silim. Aha, 4 gəlirsən, əgər onluqlara qədər yuvarlaqlaşdırmaq istəyirsə, üzərinə 4 gəlirsən, ən kiçik ədəd istəyirsə 5 gəlirsən. Sonra daha doğru yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda üzərinə ən böyük ədəd istəyirsə 49 gəlirsən, ən kiçik ədədi çıxırsa 50. Daha sonra minliklərə qədər yuvarlaqlaşdırdıqda ən böyük ədəd dedikdə 499, ən kiçik ədəd deyəndə 500 həmin ədəddən çıxırsan. Burada da 590 idi, sənə də onluq lazım idi. Ən böyük dediyinə görə üzərinə gəlirəm 594, ən kiçik dediyinə görə çıxıram. Yəni 585 elə A variantı. Baxaq. Deyir ki, elektronik əşya mağazasında soyuducunun qiyməti qaz sobasının qiymətindən 76 manat bahadır. Yəni 400 buymuş, 476 da soyuducudur. Alıcı bir soyuducu və bir qaz sobası alarsa neçə manat ödəməlidir? 400 manat sobadır, 476 manat soyuducudur. O deyiləcək 876 manat. Yəni C variantı. 28-ci sual. Ev ilə mağaza arasında məsafə 318 metrdir. Mağaza ilə məktəb arasındakı məsafə bundan 32 sm çoxdur. 318-in üzərinə 32 gəlirəm. Mağaza ilə məktəb arasındakı məsafəni tapıram. O deyəcək 350. Yəni bura 350 imiş. Sənə deyir ki, indi ev ilə məktəb arasında nə qədərdir? 350 buradır, 318 doradır. 350-nin üzərinə də 318 gəlirəm, məsafəni tapıram. 8, 6, 6, 668. Yəni variantı. Fidan cədvəldə kiçik mətbəx alətlərindən ət çəkən, şirə çəkən və mikser alsa nə qədər ödəniş edər? Baxın, ət çəkən 187 manatdır. Sərgəli şəkildə gəl yaz. Bir dənə alır hərəsinin. Şirə çəkən 169 manatdır. Mikserimizə baxaq, 92 manatdır. Və bunların hər birindən alır. İndi hesablayaq. 9, 7, 16, üzərində 2 gələndə 18, 8, 6, 14, 9 gələndə 23, 1 yadda da 24, 2 imiş, 2 yadda da 448. Yəni B variantı. Sonra hansı misalın nəticəsi səhvdir? Sonuncu sualımızdır. 845-dən 423 çıxanda yazıblar ki, 2, 2, 422. Düzdür. Bizə səhv istəyir. 947-dən 943 çıxanda 4, 4-dən 4 səhv. Elə hansı variantdır uşaqlar? Baxın, 443 gələndə 7, 2, 9 yox, 1027 edir. Elə səhv olan C variantıdır. 451-də 229 gəldi. 680 düzdür. 362-də 229 gəlib. 591 düzdür. Yəni C variantı. Bu qədər uşaqlar. İnşallah sizin üçün faydalı olmuşdur.